Lalə ilə münasibətləri necə idi rəhmətliyin? Adamın dili de gelmiş rahmetli demeye. Hele yaxşı adam idi. Mehriban, hoş xasiyyət. Deyəsən, Lale ilə də yola getmirdilər son vaxtlar. Amma davanın səbəbkarı Lale özü olurdu. Bir dəfə rəhmətliyi necə hirsləndirmişdisə, dözə bilməyib Laləni vurmuşdu. Bərk vurmuşdu. Belə çıxır ki, ərlə arvadın münasibətləri axır vaxtları yaxşı olmayıb. Əvvəlcədən planlı şəkildə qoca kişiyə var dövlətinə görə ərə gedirsə, münasibət necə olmalıdır ki? Dayan, dindirən də çox şey aydın olacaq.